Herkese salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün sizə az adamın bildiyi, çox adamın bilmədiyi Temudan 4-3 hədiyyəni pulsuz şəkildə necə qazanmaq olar sizə öyrədəcəm. Öyrədəcəyim bu üsulu heç kəs paylaşmayıb. Mən isə bu üsulu gizli saxlamayacağam. Hər kəs qazansın deyə bu videonu sizlər üçün çəkib paylaşıram. Videonu diqqətli şəkildə axıra kimi izləməyinizi məsləhət görürəm. Aşağı qoyacağım linkə daxil olub çarxı çevirirsiniz. Çarxı çevirdikdən sonra 4 hədiyyəni seçirik. Əgər istədiyiniz məhsul qarşınıza çıxmırsa, axtarış bölməsinə basırsınız. Orada istədiyiniz məhsulun adını yazıb axtarışa verirsiniz və seçirsiniz. Seçdiyimiz məhsulları bir-bir paketləyirik. Bunlar hamımızın bildiyi sıralama ilə edilənlərdir. Video uzun olmasın deyə sürətləndirirəm. Bu etapları keçək. Əvvəl paylaşdığım Temudan 4 hədiyyə pulsuz necə qazandığım videonun aşağısında olan linki hər gün mütəmadi olaraq yeniləyirdim. 3 dəfə 3 pulsuz hədiyyə qazandım. Mən düşünürdüm ki, mənim linkimdən istifadə edənlərin yəqin ki, əvvəldən Temusu yoxdur. Sonra dəvət etdiklərimə baxdıqda yeni iştirakçı olmadıklarını gördüm. Bəs bunlar yeni iştirakçı deyildisə, mən bu hədiyyələri necə qazanırdım deyə düşündüm. Bir neçə gün araşdırma etdim. Araşdırma etdikdən sonra gördüm ki, mən dəvət etdiklərim Temusu oldu, olmadı, mənə kömək edə bilirlər. Son hədiyyəni də qazandıqdan sonra düşündüm ki, bu haqda bir video çəkib bilməyənlər üçün də paylaşa bilərəm. Çox adam bu üsuldan istifadə edib hədiyyələr qazanır və qazandıqları hədiyyələri də necə qazandıqlarını heç kəsə demirlər. Mən də bu mövzuya göz yuma bilməzdim. Bu videomdan sonra çox adam qalib olacaq. Bu kampaniyadan istifadə edənlərin yaşı 18-dən yuxarı olmalıdır və ən əsası smart kostyumları olmalıdır. Beləliklə biz 3 hədiyyəni qablaşdırdıq. Axırıncı 4 hədiyyəni qazanmaq üçünsə dostlarımızı dəvət etməliyik. Gəldik əsas məqama. Burada sizə göstərir ki, WhatsApp-da, Instagram-da, Telegram-da linkinizi paylaşaraq dəvət edə bilərsiniz. Hər dəvəti qəbul etdikdə sizə bildiriş gələcək. Hər dəfə linkinizə daxil olduqda bu cür sizə bildiriş gələcək. Dəvətinizi qəbul etdi. Yuxarıda gördüyünüz kimi mövcud istifadəçi yazılıbdır. Bu o deməkdir ki, dəvət etdiyiniz şəxs Temuda mövcud istifadəçidir. Ancaq gördüyünüz kimi mövcud istifadəçi olsa da bizə kömək edə bilir. Diqqətli olun, sona kimi izləməyi unutmayın. Yaxşı olardı ki, siz yeni Temu iştirakçısı gətirəsiniz. Bu sizə Temudan hədiyyə qazanmanızı tezləşdirir. Bu etapları da tez şəkildə keçdikdən sonra pulsuz hədiyyəni qablaşdırdınız deyə məlumat gəlir. Bunları da etdikdən sonra bizə avtomatik olaraq kömək üçün iştirakçı göndərirlər. Qaydaların üzərində dəvətlər yazılıbdır. Ora keçirik. Burada dəvət etdiyiniz bütün iştirakçılar görəcəksiniz. Gördüyünüz kimi mövcud istifadəçi dəvət edilib. Hər gətirdiyiniz yeni iştirakçı sizə enerji verəcək. Gətirdiyiniz yeni iştirakçı bir gündə 3 dəfə dəvət qəbul edə bilər. Əgər dəvət etdiyiniz yeni iştirakçı gün ərzində 4-cü səfər linkə keçid edirsə, o zaman sayılmayacaq. Bu o deməkdir ki, hər iştirakçı sadəcə linkdən gün ərzində 3 dəfə keçid edə bilər. 4-cünü edərsə, Temu onu qəbul etmir. Sizə təklifim odur ki, yorumlarda kodunuzu daxil edəsiniz. Hər kəs bir-birinə kömək etsə, hər kəs qazanmış olacaq. Əgər bu kimi videoların davamlı olmağını istəyirsinizsə, kanalıma abunə olub dəstək ola bilərsiniz. Çox sayda insanlar Temu linklərini şərhlərdə sabitlənməsini istəyirlər. Amma təəssüf ki, hər kəsin linklərini sabitləmək mümkün deyil. Buna görə düşündüm ki, siz də Temu linklərinizin şərhdə sabit qalmasını istəyirsinizsə, Instagramda linki atırsınız, cüzi bir məbləğ ödəməklə bu istəyə nail ola bilərsiniz. Əgər linkin sabit olmağını istəmirsinizsə, şərhlərdə kodunuzu qeyd edib digər istifadəçilərdən kömək istəyə bilərsiniz. Beləliklə hər kəs bir-birlərinə kömək etmiş olur. Bunu da nəzərə alın ki, YouTube alqoritması ən çox bəyənilən şərhi ön sırada saxlayır. Bu da sizin üçün faydalıdır. Ən çox bəyəni yığan şərhə daha çox iştirakçı gəlir. Bəziləri bir enerjidə qalır, alınmır, boş yedi deyə şərhlər yazır. Mən də elə buna sübut olaraq yazışmanı paylaşıram. Zəhmət olmasa o cür şərhlər yazmayın. Mən burada sizin üçün əlimdən gələni edirəm ki, o düşüncədən çıxasınız. Bəziləri qazanır, amma demirlər ki, başqaları da qazansın. Mən isə gizlətmirəm, öyrədirəm ki, hər kəs qazansın.
alsın və bilsin. Videonu paylaşın ki, çox insana kömək olsun. Mən burada, yəni mövcud istifadəçi mənə kömək edə bilərmi deyə soruşdum. Onlar da mənə əlbəttə olar deyə cavab verdi. Yəni yazışmanı axıra kimi oxuya bilərsiniz. Çətinlik çəkdiyiniz məqamlarda şərhlərdə qeyd edə bilərsiniz. Əgər mənim əlimdən gələn bir şey varsa kömək edərəm. Əgər siz də Temodan asan şəkildə pul qazanmaq istəyirsinizsə, aşağıda qoyacağım linkə daxil olaraq videonu izləyə bilərsiniz.